Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə keçirilən Lənkəranda Kino Günləri layihəsi 5 noyabrda da nümayişlərini davam etdirib. Tamaşaçılar ilk seans zamanı Lənkəran şəhər Heydər Əliyev mərkəzinin böyük zalında rejissorlar Qulu Əsgərovun Hasar və Emin Əfəndiyevin Tənha İnsanın monoloqu qısametrajlı bədii filmlərinə baxıblar. Baxışdan əvvəl nümayişin moderatoru kinotənqidçi Aygün Aslanlı kino günləri və qısametrajlı bədii filmlər barədə tamaşaçılara məlumat verib. Hər iki film çox müzakirəyə açıq filmlərdir, çoxlu həm sual yaradan, həm mövzusu çoxlu cürbəcür fikirlər yaradan, yozumlar yaradan filmlərdir. Niyə? O da bizlə qalsaydı, oxumaq istəməsəydi, imtihana gedəndə avariyada ölməzdi. Elana da ondan sonra düşdü. Sonda qısametrajlı filmlərin müzakirəsi keçirilib. Oğlun atasına olan məhəbbəti. Bu çox ümumiyyətlə mənim həqiqətən diqqətimi cəlb elədi. Çünki oğul atasına o qədər məhəbbətlə bağlanmışdı ki, ona həqiqətən sevgi ilə yanaşırdı. Yəni bu çox önəmlidir. Yəni təkcə məhəbbət vardı. Məhəbbət də var idi. Nifrət var idi. Nifrət var idi. Amma məhəbbət daha çox idi. Biz bu Azərbaycan xalqının Azərbaycan qonşuluğunda Erməni Azərbaycan qonşuluğunda yaşayan bu çox gözəl son anda öz xidmətini göstərir, öz yaxşılığımızı eləyirik. Ancaq hasarı da ikilik ki, yəni ki, daha üstə etibar yoxdur. Doğrudan da çox maraqlı filmlər izlədik. Ayın 3-də və bugün çox maraqlı idi bizim üçün. Bu kinolarda mərhəmət, dürüstlük, mərdlik çox yer almışdı məncə. Bir də müharibənin törətdiyi fəsadlar. Siz bu filmdə onu dediniz ki, həqiqətən də insanlar yaşayır, amma insanlar ölür. İnsanlıq ölür. Çox sağ olun. Bunu deyək ki, insanlıq ölür. Günün ikinci nümayişində rejissor İlqar Nəcəfin Suğra və Oğulları tammetrajlı bədii filmi göstərilib. Tamaşaçılar Lənkəran şəhər Heydər Əliyev mərkəzinin kino klubunda ekran əsərinin baş rol ifaçıları əməkdar artist İlqar Cahangir və aktrisa Günəş Mehtizadənin iştirakı ilə filmə baxıblar. Aktyorlar Günəş Mehtizadə və İlqar Cahangir öz fikirlərini tamaşaçılarla bölüşüb. Ən çətin demək olar o uşaqlarını tanımaq səhnəsidir. Hətta orada İlqar bəy neynədi? Bütün orada güllələnən aktyorları adı ilə qrim elətdirdi. Yəni o əməli başlı yadınızdadır o. Onlar hamısı qrim olunub yerdə uzanmışdılar və mən orada gedəndə boş yerə baxmırdım və məhz onların içərisində oğlumu seçib ona baxdım. Yəni onu belə düzəltmişdilər ki, yəni o səhnə alınsın. Heç nə olmamış kimi, yəni haqlı sədrdir, səlahiyyətdir. Çünki gəlir hələ bir canfəşanlıq eləyir, kömək eləməyə ki filan və Suğranın baxışı, mən sözün düzü bir neçə dəfə baxmışdım, mən bugün onu gördüm, o kadrı görmüşəm. O baxışı, mən onu görməmişəm, neçə dəfə baxmışam bu filmə, onu görməmişdim. Bu dəfə gördüm ki, çox belə, hətta Qaloş, Yusuf Əliyevin baxışı var, necə idi, arxadan vurulan zərbədə. Böyle bir, dedim, o səhnə yadıma düşdü. Azərbaycan filmində, ümumiyyətlə film yaradıcılığında yeni. Çünki bu təkcə bilirsiniz ki, film bir adamdan, iki adamdan, üç adamdan asılı deyil. Burada çoxlu məsələlər var. Və bugünkü filmin də mündəricəsi, sonra konsepsiyası, qarşıya qoyduğu necə deyirlər, mətləbi onlar yerinə yetiriblər. Minnətdarıq, çox sağ olsun. Teşekkür ederim.